Yeganə burada ləyaqətlə özünü aparan Azərbaycan polisi idi. İndi bəziləri ağızlarını büzürlər. Gedin açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür? Fransa polisi neçə nəfəri öldürür? Mən onlara bəraət qazandırmıram. Bizim polis gecə gündüz asayişi qoruyur. İndi kimsə gəlsin polisə ləkə vursun, mən buna imkan verməyəcəm. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu bir. İkincisi bu cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilir. Burada kiminsə nazı ilə biz oynayası deyilik. Necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır elə cəzalandırarıq ki, peşman olar. Polisə daş atan o utanmalıdır. Ailəsi qabağında, uşaqları qabağında, ictimaiyyət qabağında. Çünki ictimaiyyət görüb eybəcər mənzərəni. Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib. Nəzarətsizlik nümayiş etdirib. Xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar. Amma onların səsinə baxan olub? Yox. Bir gün, 2 gün, 3 gün, 5 gün. Və hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Vətəndaşların bir hissəsi təhribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər. Və bu da dözülməzdir. Xarici şirkət bura gəlib, pul qazanmağa gəliblər. Amma o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci Tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya sövdələşiblər, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə, ya da ki, onu öz başına eləyiblər. İndi mən demişəm ki, getginən, orada cəmaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb eləyin. Dedim, çünki indi ola bilər ki, nazirlik bir halda ki, bu hadisənin səbəbkarı olub. Ola bilər ki, malalasın işi. Dedim ki, beynəlxalq ekspertləri cəlb eləyin, onlar rəy versinlər. Bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Cavab yoxdur. Bəli, müşavirə keçirdilib, Nazirlər Kabinetində orada açıqlama verilib, o açıqlamanı oxuyan heç nə başa düşə bilməz. Orada nə deyilib? Və məqsəd nə idi o açıqlamanın? İşimalalamaq. Bir həftə vaxt verirəm. Həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir. Və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi? Gedib göl qursun, orada zivil zəhər töksün. Onların ayağından asardılar orada. Amma burada hesab edir ki, nə istəyir onu da eləyir. Çünki gedib kimisə görüb, kiməsə salam melekim verib, kiməsə nəsə gedib pay verib. Bunun başqa izahatı ola bilməz ki.